Mən Pərviz Hacıyev. Mən Toğrul Cabbarlı. Problemlərin nə olduğunu bilmirlər. Datanı hələ də IT-şnik adı ilə tanıyırlar. Komandamızda data engineerlər, BI engineerlər, data analist və data science-lər var. Bizim eyni layihələrdə sinerji formasında çalışmağımız. Birinci sənin keyfiyyətli datan olmalıdır. Anvar bəy Qazaxıstan ofisindən, Tolqa bəy Türkiyədən gəldi. 6 il isə Britaniya təcrübəm var. KPMG-nin yaxın zamanlarda keçirəcəyi biznes səhər yeməkliyi olacaq. Eyni zamanda verdiyimiz məsləhətin implementasiyasını edirik. Və ən əsası scalable arxitektura qurduq. 4-dən çox banka bu xidməti göstərmişik. Audit kimi məsələyə baxmırıq. Azərbaycan yerli bulut sistemi qurur. Konsultantlar ancaq çay içməyə gələr. Verdiyimiz xidmət, içdiyimiz çaya dəyər. Salam hamıya, mən Pərviz Hacıyev, KPMG Azərbaycan ofisinin kiber təhlükəsizlik xidmətləri üzrə direktor müavini vəzifəsində çalışıram. Salamlar, mən Toğrul Cabbarlı, KPMG Azərbaycan şirkətində data analitika komandasına rəhbərlik edirəm. Əslində bu bizim Toğrulla ikinci podkastımızdır. Sadəcə bu dəfə biz Toğrulla KPMG Azərbaycan əməkdaşları olaraq qoşuluruq. İlk olaraq KPMG Azərbaycan barədə onu deyim ki, KPMG Azərbaycan 1998-ci ildə Azərbaycanda fəaliyyətə başlayıb və 27 ildən çoxdur ki, fəaliyyət göstərir və KPMG Azərbaycan KPMG-nin Qafqaz və Mərkəzi Asiya şəbəkəsinin üzvüdür və ümumilikdə bu şəbəkədə 1700-dən çox əməkdaş çalışır. İstəyirəm ki, elə birinci Azərbaycanda olan şirkətlərin kiber təhlükəsizlik və data analitikası mövzusunda olan qarşılaşdığı çətinliklərdən danışaq. Data analitikası mövzusunda Toğrul nə deyə bilərsən? Yəni ilk öncə onu deyə bilərəm ki, ümumiyyətlə Azərbaycanda data literacy, yəni data oxuma yazması çox aşağı səviyyədədir. Ümumiyyətlə datanı hələ də IT-şnik adı ilə tanıyırlar. O da həqiqətən problemdir. Çünki dünyanın gəldiyi səviyyədə Azərbaycanla müqayisə edəndə görürsüz ki, yəni datanın istifadə edilməyi, datanın sayı, yəni böyüklüyü falan çox geridə qalmışıq. Amma istək var. Görürəm, həm dövlət tərəfindən, həm şirkətlər tərəfindən hal-hazırda transformasiyalar edilməyə çalışır və yeni layihələr ortaya çıxır. Bu da o deməkdir ki, yəni gələcəkdə yəni belirli bir şəkildə inkişaf olacaq, gözlə görülür şəkildə inkişaf olacaq. Sadəcə problem odur ki, öncülər lazımdır. Bizdə hal-hazırda son 5 ilin, 10 ilin yetirmələri hal-hazırda buna piyonərlik eləyirik, öncülük eləyirik. Şirkətlər öz datalarının varlığının fərqində deyillər. Çox şirkət əslində indiyə qədərki datalarının hamısını boş-boşuna saxlayıb və yaxud heç saxlamayıb, heç bir şəkildə istifadə eləmirlər. Elə şirkətlər var ki, sənayedə yüzlərlə, minlərlə sensor var. Sensordan gələn heç bir data istifadə edilmir. Hələ də Excel aktiv olaraq istifadə edilən reporting data aləti kimi istifadə edilir. Bu da müəyyən çətinliklərə səbəb olur. Çünki ümumiyyətlə hər hansı bir digər data alətləri ilə bağlı hər hansı bir məlumatların olmamağı yeni həll yollarına, adaptasiyanı çətinləşdirir. KPMG-də bu mövzu ilə bağlı yaxşı bir şəbəkə var. KPMG Lighthouse adlanır. Deməli, KPMG Lighthouse-da 14 min üzərində əməkdaş var. Bu əməkdaşlar data engineering sahəsində, analytics engineering sahəsində, eyni zamanda data science, AI engineering, machine learning, BI engineer, yəni bu sahələrin hamısında mütəxəssisdirlər. Yəni bir regionda olan KPMG şirkətində hər hansı bir dəstək ehtiyac olarsa, qlobal şəbəkə olaraq bu KPMG Lighthouse-dan istifadə edərək kollaborasiya edilə bilir və bütün problemlərə həll yolu tapıla bilir. Bu da bizim işimizi asanlaşdırır. KPMG Azərbaycan olaraq nə edirik? Biz KPMG Azərbaycan olaraq bizim hal-hazırda güclü bir komandamız var. Komandamızda data engineerlər, BI engineerlər, eyni zamanda data analist və data scientistlər var. Bu da bir data timində olmalı gərəkən bütün unsurları birləşdirir. Hal-hazırda sizə deyə bilərəm ki, ümumiyyətlə şirkətlərin özü belə problemlərinin nə olduğunu bilmirlər. Datanı necə istifadə edəcəyini bilmirlər. Biz KPMG Azərbaycan olaraq, data komandası olaraq gedib onların problemlərini dinləyirik. Onlarla müsahibələr keçiririk. Müsahibələr keçirdikdən sonra özlərinin belə əslində fərqində olmadığı, özlərinin belə bilmədiyi bəzi məqamları ortaya çıxarırıq ki, baxın sizin əslində çox valuable, dəyərli bir datanız var. Siz bunu belə bir istifadə edə bilərsiniz. Ondan sonra həmin o roadmap-i
dediyimiz, yəni yolu xəritəsini onlar üçün hazırlayırıq. Yol xəritəsini hazırladıqdan sonra uygulama, implementasiya tərəfinə keçirik. İmplementasiya tərəfində də, yəni bu dəqiqə hal-hazırda dünyada istifadə edilən modern data stack dediyimiz modern data alətlərini istifadə etməyə çalışırıq. Səbəbi də ki, istənilən halda scalable olur bunlar. İstənilən şəkildə data böyüdükcə, datanın həcmi böyüdükcə bu qurulmuş alətlər, bu qurulmuş environmentlar, arxitektura böyüməyə daha adaptiv olur. Əslində Toğrulun qeyd elədiyi KPMG Lighthouse və bizim beynəlxalq şəbəkəmizdən də əlavə mən onu da qeyd etmək istəyirdim ki, KPMG-nin daxilində həm kiber təhlükəsizlik, yerli kadrlardan ibarət kiber təhlükəsizlik mütəxəssisləri və eyni zamanda data mütəxəssislərinin olması bizim eyni layihələrdə sinerji formasında çalışmağımız və paralel şəkildə işləməyimizə çox böyük şərait yaradır. Məsəl üçün Toğrulun komandası gedib hər hansı bir data layihəsini icra edərkən biz də eyni zamanda ona kiber təhlükəsizlik prizmasından baxaraq müştərilərə məsləhət verərək elə bir vəziyyətin yaranmasına şərait yaradırıq ki, artıq orada kiber təhlükəsizlik riskləri nəzərə alınsın və bu gün hər hansı bir bank və yaxud da hər hansı bir özəl şirkət bir auditdən keçərsə və yaxud da bir kiber təhlükəsizlik hücumuna məruz qalarsa, orada data risklərinin minimuma endirilməsi və şirkət üçün bu ziyanın, reputasiya riskinin minimuma endirilməsi təmin olunsun. Çox yaxşı nüansa barmaq bastın, Pərviz. Belə deyək, məsələn, biz təkcə data warehouse qurub, data lakehouse qurub sistem düzəltmirik də. Biz eyni zamanda rəqəmsal çevrilmə, rəqəmsal transformasiya layihələrində eləyirik. Onun içində daxildir data, eyni zamanda IT infrastrukturun dəyişməsi, security, hər şey daxildir. Avtomatik olaraq bir mövzuya data girirsə, bu datanın təhlükəsizliyi də girir. Yəni biz KPMG Azərbaycan olaraq texnologiya konsultasiyasının altında tam vahid bir komanda olaraq fəaliyyət göstərə bilirik. Biz əslində bir komandanın üzvüyük. Sadəcə fərqli diviziyalara bölünmüşük. Ona görə bizim KPMG Azərbaycan olaraq üstünlüyümüz əslində tam olaraq da budur. Böyük bir komandayıq. Bu sahədə, rəqəmsal transformasiya sahəsində, data sahəsində, security sahəsində tamamilə end-to-end bütün prosesləri eləyə biləcək qabiliyyətə sahibik. Mən istəyirəm elə biz eyni zamanda komandalarımız haqqında danışaq. Çünki bu sənin gördüyün iş və bizim komandanın gördüyü işin də elə spesifik sahələri var ki, burada heç vaxt bir nəfərin ekspertizası yetərli olmur və komandada fərqli təcrübədən gəlmiş mütəxəssislərin birlikdə sinerji formasında işləməsi çox əhəmilidir. Mən birinci kiber təhlükəsizlik tərəfindən başlayım deyim ki, bizim şirkətin daxilində biz nəinki kiber təhlükəsizlik üzrə bu governance xidmətləri göstəririk. Həmçinin komandamızda penetrasiya testi etmək üzrə olan mütəxəssislər var. Çox texniki tərəfdən gələn, kod yazmağı çox dərinlərinə enə bilən və yazılmış kodları, bu boşluq analizini aparmaq üzrə mütəxəssislərimiz var. Eyni zamanda KPMG Türkiyədən olan direktor müavini vəzifəsində çalışan Tolqa bəy var ki, hansı ki onun bu sahədə təcrübəsi mən düşünürəm ki, Azərbaycanda çox az şəxslərdə var və biz onun o təcrübəsindən daha texniki layihələrdə onun rəyini almaq üçün istifadə edirik və faydalanırıq belə deyim. Və ona görə bizə şirkətlər belə deyim bir təklif üçün yaxınlaşanda biz birinci növbədə aydınlaşdırmağa çalışırıq ki, onun istəyi nədir? O texniki tərəfdən kod analizimi, penetrasiya testimi aparmaq istəyir, yoxsa artıq normativ aktlara və yaxud da beynəlxalq standartlara cavab verən bir boşluq analizinin aparılması istəyir. Və biz bunu öyrənəndən sonra artıq komandanı mobilizasiya edirik və bilirik ki, komandada kimlər olacaq. Bizim hər tərəfdə kifayət qədər təcrübəli və mütəxəssis heyətimiz var və bu səbəbdən müştərilərə bu barədə onların problemləri həll etməyə faydalı ola bildiyimizi düşünürəm və eyni zamanda da data komandasında Toğrul, sənin komandada da mən bilirəm ki, çox bacarıqlı, təcrübəli mütəxəssislər var. İstəyirəm sən özün də bu barədə biraz danışasan. Yenə məmnuniyyətlə bu mövzu haqqında danışaram. Əslində data komandası Azərbaycanda çox təzə qurulub. Mən dekabr ayında komandaya qoşulmuşam və komandanın ilk nümayəndəsi idi. Eyni zamanda Anvar bəy haqqında bildirmək istəyirəm. Anvar bəy sənin də bildiyin kimi bizim texnologiya konsaltinqin direktorudur. Anvar bəy ilk data komandasına məni aldığında ilk tapşırığı o idi ki, data strategiyası yazılmalıdır bizim texnologiya konsultasiyası üçün. Bu həqiqətən çox bir vizyonlu bir hərəkətdir. Bu nə deməkdir? Biz gedirik başqa şirkətlərə data üzrə konsultasiya veririk. Başqa şirkətlərin data strategiya roadmap-ini yazırıq. Amma öz şirkətimizin qurulduğumuz komandanın
data strategiyası olmadan bir işə başlamaq çox anlamsızdır. Yəni mən rahatlıqla deyə bilərəm ki, bizim gələcək 3 il üçün data strategiyamız, data və AI strategiyası gedir. Data və AI strategiyamız hazırdır və işə alınma prosesinin hamısı o strategiyaya uyğun gedir. Ümumiyyətlə bir data komandasında konsultant olaraq kimlər olmalıdır? Yəni bizim komandada end-to-end prosesin hamısını edilə bilməsi üçün datanın başlandığı nöqtədə data məlumatları, ETL prosesləri qurulması üçün data engineerlərimiz var. Data warehouse-un içinə girdikdən sonra həmin o data transformasiyalarını eləmək üçün analitik mühəndislərimiz var. Analitik mühəndislərdən keçən datanın ya data analistlər və yaxud data scientistlər tərəfindən istifadə edilməsi üçün data bölünür gedir. Bunun üçün də data scientistlərimiz var, hansı ki, eyni zamanda həm machine learning, həm AI engineer qabiliyyətlərinə sahibdilər. Eyni zamanda data analist qabiliyyətinə sahib bir neçə əməkdaşımız var. Eyni zamanda biz data governance üzrə də xidmət göstəririk və komandamızda data governance, datanın idarə edilməsi üzrə mütəxəssislərimiz var. Ümumiyyətlə belə deyim, Azərbaycanda indi yalan danışmağa ehtiyac yoxdur. AI üzrə, süni intellekt üzrə inkişaf hələ o qədər o səviyyədə deyil. Bunun da əsas səbəbi datanın istifadə edilməməsidir. Bir AI-ın istifadə edilə bilməsi üçün, AI-ın implementasiyası üçün birinci sənin keyfiyyətli datan olmalıdır. Biz hələ indi Azərbaycandakı layihələrimiz keyfiyyətli data üzrə, data governance üzrə, data warehouse-un, data lake-in qurulması üzrədir. Yəni bu proseslər 3-5 il sonra artıq hamısı şirkətlər üzərində formalaşandan sonra, bir başa çatandan sonra artıq AI üzrə də mütəxəssislər o vaxta qədər artıq yaxşı yetişəcək və AI üzrə də çox güclü xidmətlərimizi göstərə biləcəyik. Yəni mən öz komandamla çox fəxr edirəm. Biz eyni zamanda gender balansa da önəm veririk. Komandamızda çox qabiliyyətli, çox yaxşı bilikli qadın əməkdaşlarımız da var və eyni zamanda da deyə bilərəm ki, komandamız konsultasiya qrupu olmağına baxmayaraq, bu o demək deyil ki, mütləq konsultasiya üzrə davam eləməlisən. Komandamızda texniki bacarıqları əhatə edən, sadəcə texniki yolla da irəliləmək istəyənlər üçün bir yol var, yəni bir cığır açılıb. Sadəcə texniki tərəfdən, sadəcə deliver eləmək istəyir, kod yazmaq istəyir, problemləri həll eləmək istəyir, amma müştəri ilə çox əlaqəyə keçmək istəmir. Bunun üçün də cığır açmışıq ki, tamam, nə olsun ki, ola bilər kontakt qurmaq istəmir, daha çox introvert insanlardır. Amma qabiliyyəti çox güclüdür, daha çox çeşidli layihələrdə iştirak eləmək istəyir. Sənin də bildiyin kimi sənayedə layihələr bir şirkətə aid olur və çox qısıtlı olur. Ona görə konsultasiyaya keçmək istəyirlər, amma müştəri ilə kontaktı qurmaqda çətinlik çəkir. Onu da həll eləmişik və strategiyamızda qoymuşuq ki, konsultasiya yönümlü və sadəcə texniki yönümlü. Konsultasiya yönümlü olan əməkdaşlarımızın hamısı texniki cəhətdən çox üst düzeydilər, çox üst səviyyədədirlər. Texniki cəhətdəki bütün problemləri də çalışırıq ki, əlavə kurslarla, əlavə dəstəklərlə həll eləyək. Əslində sənin dediyin fikirlə mən də tam razılaşıram. Sən komanda barədə danışanda bəli, mən də fəxr edirəm ki, belə çox bacarıqlı komandamız var. Həmçinin komandamızın məncə həm müştərilərə, həm də bizə verdiyi əsas faydalardan biri də odur ki, bizim komanda çox multinasional komandadır. Məsələn, Anvar bəy bizim direktorumuz Qazaxıstan ofisindən gəlib və o Qazaxıstanda gördüyü dövlət qurumlarındakı olan təcrübəsi və KPMG-nin Qazaxıstan ofisində qazandığı təcrübə ilə bu gün müştərilərlə görüşdə artıq beynəlxalq praktika barədə ətraflı məlumat verir. Və yaxud da komandamızda Tolqa bəy Türkiyədən gəlib, o Türkiyə praktikası ilə bağlı ətraflı məlumat verə bilir və daha çox texniki tərəfdən müştərilərin sorğularına cavab verə bilir. Çünki bəzən müştərilər özləri də bilmirlər ki, nə qədər büdcə ayırmalıdırlar müəyyən bir testinqə, skoplar necə seçilməlidir. Tolqa bəyin bu barədə kifayət qədər yetərli təcrübəsi var. Dediyim kimi, bu barədə az saylı mütəxəssislərdən biri sayıla bilər. Mən özüm Azərbaycanda 2 il təcrübə bundan əvvəl işləmişəm. Daha sonra isə Böyük Britaniyada, Londonda KPMG və PwC-nin ofislərində çalışmışam. Ümumilikdə 8 il, 6 il isə Britaniya təcrübəm var və müştərilər bugün məndən o təcrübəni də soruşanda hiss edirəm ki, onlara nəsə bir faydalı bir perspektiv verə bilirəm. Və komandamızın daxilində digər yeni qoşulan əməkdaşlar və yaxud da texniki tərəfdən gələn, Blue Team-dən gələn, Red Team-dən gələn əməkdaşlar da eyni zamanda bizim komandada o hesabatlarda o texniki detallara çox fikir vermək və hər bir detalı gözdən qaçırmamaq üçün müştərilərə çox effektiv hesabat yazmaq üçün bizim
üçün əvəzsiz fayda verirlər. Və eyni zamanda data komandasında da, sizin komandada da, yəni Toğrul bəyin komandası da getdikcə böyüyür və bizim vakansiyalarımız hələ də aktivdir və ona görə eyni zamanda buradan bizim komandada işləmək istəyən insanları səslənirəm ki, bizim veb saytda mütəmadi izləsinlər və biz bu barədə onlarla əlaqəyə keçəcəyik. Biz öz xidmətlərimizdən danışdıq. Mən eyni zamanda istəyirəm ki, konsultasiya barədə olan miflərdən də danışaq. Bəzi şirkətlərdə və yaxud da bəzi şəxslərdən adətən belə bir fikir eşidilir ki, konsultantlar ancaq çay içməyə gələr, çay içib çıxıb gedirlər. Bu düzdür səncə? Vallahi mən içirəm. Hansı müştəriyə getsəm çay içirəm. Lazım olur su da içirəm, qəhvə də içirəm. Amma verdiyimiz xidmət, verdiyimiz təkliflər, verdiyimiz məsləhətlər məncə içdiyimiz çaya dəyər. Bunu da demək lazımdır. Düzdür. Mən də onu düşünürəm ki, eyni zamanda konsultasiya xidmətinin verdiyi keyfiyyət həm komandadan, həm də onun gördüyü təcrübədən asılıdır. Ona görə bu barədə olan bəzi düşüncələri istəyirəm biraz aydınlıq gətirək ki, KPMG şirkəti olaraq biz müştərilərimizə həm işin təhlil mərhələsində, həm də implementasiya mərhələsində paralel olaraq dəstək veririk. Və bu o demək olur ki, biz hesabatı yazıb aradan əslində çıxmırıq. Biz hesabatı da yazırıq, müştərinin həmin o yazdığımız hesabatın arxasında da dururuq və o hesabatın necə deyim, həyata keçməsində müştəri birbaşa yardım göstərir və belə bir nümunələrimiz əvvəldə olub. Ona görə yəni bu barədə tərəddüd olan müştərilər və yaxud da insanlar varsa, əslində çox istəyərdim ki, biz onlarla görüş keçirib onlara öz servisimiz barədə daha da ətraflı məlumat verək. Əslində bizim belə bir fəaliyyətlərimiz var və yaxında da daha da artacaq. Bunlardan biri KPMG-nin yaxın zamanlarda keçirəcəyi biznes səhər yeməyi olacaq və biz yaxın zamanlarda müştərilərə bu barədə dəvət göndərəcəyik. Eyni zamanda bu tədbirə qeydiyyat üçün linki aşağıda yerləşdirəcəm və kiminsə hər hansı sualı və yaxud da tərəddüdü varsa ki, bizim verdiyimiz xidmətlər onların problemlərini necə həll edə bilər, o forumdan qeydiyyatdan keçməklə, bizim biznes səhər yeməyində iştirak etməklə, bizim mütəxəssis heyətimizlə tam söhbət çərçivəsində olacaq və nəinki mən və Toğrul, həmçinin digər mütəxəssisləri yaxından tanımaq və gördüyümüz işlər barədə yaxından tanış olmaq imkanı qazanacaqlar. O yüzden, o səbəbdən hamıya, yəni bu izləyicilərə, bizi izləyən şəxslərə tövsiyə edirəm ki, aşağıdakı linkdən qeydiyyatdan keçsinlər. Bu mövzuda mən də miflə bağlı bir fikir bildirmək istəyirəm. Əslində data sahəsində konsultasiya deyiləndə ağıllarına çox insanla qarşılaşmışam. Gəlir ki, sadəcə gəlirik, məsləhət veririk, gedirik. Əslində o da həqiqi mifdir. Azərbaycanda biz komanda olaraq eyni zamanda verdiyimiz məsləhətin implementasiyasını da edirik. Yəni o xidmətimiz də var. Sadəcə gəlib siz bax bunu eləsəz yaxşı olar, bunu eləməyin kimi məsləhətlər yox. O dediklərimizin implementasiyasını da edirik. Yəni bu iki şeyin fərqində varmaları lazımdır insanların əslində. Eyni zamanda mən istəyirdim ki, biz necə deyim, izləyicilərimiz bizim işimiz haqqında ümumi məlumat əldə etsin deyə biz bir nümunə hər hansı bir gördüyümüz iş barədə icmal keçək. Sən məsəl üçün indiyə kimi KPMG-də bu sahədə gördüyün və ən belə necə deyim, fəxr etdiyin iş barədə istəyirsən gəl nümunələrdən danışaq. Məsəl üçün müştərinin hansı problemi olub və biz onu necə həll etmişik? Bir nümunə üzərindən gedə bilərik. Pərviz, əslində son təcrübələrimizdən birini paylaşa bilərəm. Müştəri bizə yaxınlaşdı ki, 30-40 dənə daxilində olan şirkətin bütün datalarını bir vahid mərkəzdə yığılsın. Sonra vahid mərkəzdə datanın çevrilməsi, transformasiyası edilsin və o vahid mərkəzdən BI alətlərinə gedib maraqlı tərəfindən vizuallaşdırılsın rahatlıqla. Biz bunu eləyərkən normalda data həcmi çox böyük olan şirkətlərə əsasən həll yolu verərkən enterprise həll yollarını təklif edirik. Çünki enterprise həll yollarında daimi dəstək olur həmin vendorlar tərəfindən, onu sizə təmin edən vendorlar tərəfindən. Eyni zamanda həcmli data ilə işləmə qabiliyyətləri daha yaxşı olur, dəstək çox böyük olur. Amma şirkət tərəfindən bizə bir xahiş gəldi ki, minimal kosta, minimal xərcləmək istəyirik bu proyekt üçün. Ona görə açıq mənbə alətlərindən istifadə etməyimizi istəyərdik. Biz avtomatik olaraq bütün proyektin yönünü dəyişdirdik. Bütün proyektin əslində yönünü deyil də proyektin data arxitekturasını açıq mənbəyə çevirməyə başladıq. Açıq mənbəyə çevirməyin də problemi nədir? Siz avtomatik olaraq bir açıq mənbədə çox ekspertize olmalısınız, ekspert səviyyəsində olmalısınız ki, bütün problemləri həll eləyəsiniz. Dəstək yoxdur. İkincisi,
Onları həll edib bitirdiniz. Şirkətə təhvil verəndə şirkətin nümayəndələrinə onu ətraflı bir şəkildə izah eləməlisiniz və eyni zamanda izah elədikdən sonra şirkət o sahədə ya işçi təmin etməlidir, ya da işçilərinin bəzilərini, resurslarını ora bölüşdürməlidir ki, bundan sonra transformasiyanı hansı işçi eləyəcək və s. Yəni bu da bizə nə üçün bu mövzu ilə fəxr eləyir? Yəni çünki bazardakı bu problemin, bu challenge-ın məsələn 40 şirkətin bir ara yığılması və eyni zamanda ola həll yolunu verə bilməsi üçün əslində çox da dəhşət çox alternativ yoxdur. Həm modern data stack olacaq, həm open source olacaq, həm böyük data həcmi ilə adaptiv olacaq. Yəni bunların hamısını bacara bilən toollar da çox deyil. Biz düzgün toolları seçdik. Aktiv şəkildə implementasiyasını elədik. Tamamilə işlək vəziyyətdə idi və ən əsası scalable arxitektura qurduq. Bu o deməkdir ki, gələcəkdə şirkətin 100 dənə fərqli alt şirkəti olsa və bu arxitekturanın içinə bu şirkətlərin də datasını əlavə eləmək istəsə, heç bir problemsiz bir şəkildə rahatlıqla əlavə eləyə bilər. Tamamilə bütün overloadları, data loadları hamısını nəzərə alıb bütün arxitekturanı qurmuş. Və BI tool olaraq da normalda məsələn open source olaraq işlətməyi düşünürdük. Şirkət tərəfindən orada da gəldi ki, artıq bizim zaten lisense'ımız var başqa bir BI tool-a. Amma bizim komandada həmin o BI tool-u işlədən mütəxəssis yox idi. Sadəcə 2 həftə ərzində, çünki başqa BI tool-la təcrübəsi olan mütəxəssisimiz var zaten. Sadəcə 2 həftə ərzində həmin komanda yoldaşımız həmin aləti tamamilə rahatlıqla öyrəndi və istədiyimiz həll yolunu müştəriyə göstərə bildik, verdik və müştəri də bundan kifayət qədər məmnun qaldı. Yəni demək istədiyim odur ki, əslində bizim sahədə və bizim komandaların eləməli olduğu şey müştərinin problemini anlamaq və ona tərəf su yolu ilə hərəkət etmək. Şəkillənmək və hərəkət. Şəkillənmək. Yəni. Mən öz tərəfimdən onu qeyd edə bilərəm ki, bizə adətən banklar və özəl şirkətlər bizdən təklif istəyir ki, onlar üçün NIST, ISO və yaxud da Mərkəzi Bankın qəbul etdiyi qanunvericiliklə bağlı təhlil, boşluq təhlilinin aparılması xidmətini istəyirlər və biz artıq bu sahədə Mərkəzi Bankın qanunvericiliyi ilə bağlı artıq bir 4-dən çox banka bu xidməti göstərmişik və hazırda da bu layihələr üzrə işlərimiz davam edir və bizim verdiyimiz xidmətin əsas fərqli tərəfi ondan ibarət olur ki, biz təkcə bu hesabatı yazıb audit kimi məsələyə baxmırıq. Biz bu hesabatı yazarkən eyni zamanda bankın gələcəkdə başqa məsələlərdə də ona faydalı olması üçün biz bunu NIC CSF-in 2-ci versiyasına uyğunlaşdırılmasını, mappingini də eləyirik və artıq müştəri nəinki requlativ normalara uyğun olduğunu bilir, həmçinin gələcəkdə NIST üzrə öz maturity səviyyəsini artırmaq üçün hansı addımlar atmalı olduğu barədə tam fikir yarada bilir. Və hesabatımızda həmçinin biz onlara yol xəritəsi təqdim edirik və bu yol xəritəsinin hansı aralıqda, hansı faktorlara əsasən prioritetləşdirilməsini, hansı addımların ən çox risk azalmasına gətirib çıxara biləcəyini, hansı addımların ən qısa zamanda həll ola biləcəyi barədə bir helikopter view deyək də, yuxarıdan bir baxış təqdim edirik və bu hesabatlarda olan bu qeydlər və ümumi executive summary deyək, artıq nəinki texniki insanlarda növbəti addımlar barədə bir fikir yaradır. Həmçinin onların rəhbərlikdən, yuxarı rəhbərlikdən, texnologiyaya heç bu barədə məlumatı olmayan, amma yuxarı səviyyədə olan rəhbərlikdən büdcə üçün dəstək almalarına çox böyük kömək olur. Təbii ki, biz bu təklifləri hazırlayarkən müştərilərlə paralel işləyirik. Onların təkliflər sorğusunu analiz edirik və ona uyğun təklif çıxarırıq. Və indi ola bilər ki, bəzi müştərilər bizdən büdcə ilə bağlı deyirlər ki, bizim tutaq ki, büdcəmiz bu qədərdir və biz də ona uyğun təklif hazırlayırıq. Bəzi layihələrimiz çox dərininə enə bilir bu standartlarla boşluq aparılması üzrə. Bəzi layihələrdə isə daha çox ümumi təhlil apara bilirik. Yəni müştərilərin ehtiyacına əsasən biz o təklifi verə bilirik. Və mən də ona görə gördüyüm işdə belə ən çox xoşuma gələn şey oldu ki, biz bu gün artıq müştərilərin elə bir risklərini aydınlaşdırırıq ki, onlar həm yuxarıdan dəstək ala bilirlər, həm də biz bilirik ki, artıq bu son zamanlar banklarda və digər maliyyə qurumlarında baş verən bu kiber təhlükəsizlik insidentlərinin azalmasında bizim də öz rolumuz olur və mən də ona görə gördüyüm iş barədə həqiqətən özümü çox yaxşı hiss edirəm, belə deyim. Qlobal praktikada görürük ki,
bizneslərdə bir trend var. Yəni bulut xidmətlərinə doğru axın var və bunların da əsas driveri olaraq o görsənir ki, məlumatlar getdikcə böyüyür və bu məlumatları daxildə idarə etmək çox çətinləşir və şirkətlər artıq bu öhdəlikləri, infrastrukturun idarə etməsini öz çiyinlərinə atmaq üçün bulut xidmətlərinə üst tuturlar. Google Cloud, Azure və yaxud da ki, AWS kimi xidmətlərə üst tuturlar. Azərbaycanda isə bu barədə çox tendensiya müşahidə olunmur bulut xidmətlərinə bağlı. Mən istəyirəm sən də öz perspektivindən, xüsusilə data mövzusunda bu mövzuya bir öz fikrini bildirəsən. İlk gəldiyimdə elə bildim ki, Azərbaycan qlobal deyil. Sonra gördüm ki, məsələ əslində biraz fərqlidir. Datanın ölkədən çıxmağına tamamilə qarşıdır şirkətlər. İndi Azərbaycandakı şirkətlərin çoxu da, böyük şirkətlərin çoxu da istər-istəməz dövlətlə əlaqədədir. Bu da o deməkdir ki, çox sensitiv datalar var, çox həssas datalar var. Bu dataların da çölə çıxmağından qorxduqları üçün avtomatik olaraq cloud işlədiriksə bizim datamız ya Frankfurtda, ya San Fransiskoda hardasa bir yerdə saxlanılacaq. Bu da datanın çöldə olmağı deməkdir və güvənlik problemləridir. Mənim özümün Avropada 3 illik, UK-də də 2 illik iş təcrübəm var. İndiyə qədər heç bir zaman on-premise, yəni yerli serverdə hər hansı bir həll yolu verməmişəm. Bütün həll yollarımızın hamısı cloud üzrə, bulud üzrə olub. Azərbaycana ilk gəldiyimdə bir şoka düşmədim deyil, yəni həqiqətən bir duraqsadım ki, bir dəqiqə necə yəni on-premise buna yer qabiliyyətini də azaldır. Yəni gələcəkdə datanın böyüdükcə yer problemləri çıxır ortalığa falan. Amma bir ildən sonra öyrəşirsən, başa düşürsən, çünki işlədiyin ortalama bir IT qay kimi, IT əməkdaşı kimi data centerlər haqqında, IT infrastrukturu haqqında məlumat sahibiyik. Çünki biz o məlumatları həmin o data centerlərdə saxlanılması üçün onların capability-lərini öyrənməliyik. Avtomatik olaraq onların o resursların gücünü, ümumiyyətlə arxitekturası necə olur, onların haqqında məlumat verir. Bu da bizə daha belə geniş perspektiv verir, daha çox bilik gətirir. Amma təbii ki, qaçınılmazdır cloud-a keçmək. Gələcəkdə bu edilməlidir və bunun üçün Azərbaycanın əslində yaxşı təşəbbüsü də var. Azərbaycan yerli bulut sistemi qurur, hansı ki gələcəkdə düşünülür ki, həm də AI, süni intellekt prosesləri edilə bilən unitlər də olsun həmin data centerlərdə. Bu da o deməkdir ki, gələcəkdə Azərbaycan birləşmiş bir şəkildə, yəni Azərbaycan şirkətləri öz cloudumuzda, öz bulut sistemimizdə datalarımızı tamamilə təhlükəsiz şəkildə saxlaya bilər. Ümid edirəm ki, bu tez bir zamanda baş verəcək. Çünki hal-hazırdakı bulut sistemində olan infrastruktur, arxitektura süni intellekt prosesi üçün uyğun deyil. Yəni məsələn Google Cloud-da süni intellekt prosesi eləyə biliriksə, indiki hal-hazırda bizim yerli şeydə mümkün deyil. Amma bildiyim qədərilə bunun üzərində iş gedir və artıq o proseslərdə başlayır. Ümid edirəm daha da yaxşı olacaq, daha da çiçəklənəcək. Əslində kiber təhlükəsizlik və data sahəsi üzrə toxunulacaq mövzular çoxdur. Sadəcə vaxtın limitli olduğu səbəbindən biz bugünkü podkastımızı bu gün yekunlaşdıracağıq. Amma bundan sonrakı podkastlarımızda biz komandamızda iştirak edən və bu sahələrə aparıcılıq edən digər mütəxəssislərlə söhbətlər aparacağıq ki, izləyicilərimiz bizim göstərdiyimiz digər xidmətlər barədə daha ətraflı məlumat əldə etsinlər. Eyni zamanda biz həm biznes tərəfdən, həm bu dövlət qurumları, bu qanunvericilik tərəfdən olan şəxslərdə də qonaq etməkdən çox məmnun olarıq ki, onlar öz təcrübələrini paylaşsınlar və bu podkastlar nəinki KPMG-nin fəaliyyətini, eyni zamanda bütün bu sektorda olan şirkətlərə, insanlara ümumi kiber təhlükəsizlik və data sahəsi üzrə məlumatlanmaq üçün faydalı bir platform olsun. Ona görə bizi izləməkdə davam edin və biz bundan sonrakı layihələrdə də, bu podkastlarda da fərqli mövzularda sizin qarşınıza çıxacağıq. Təşəkkür edirəm hamıya izlədiyi üçün. Toğrul, sən də çox sağ ol. Son sözüm bu olsun. Sənayedəki bütün data liderləri, datanın öncülləri məndən mesaj gözləsinlər. Çünki böyük ehtimal yazacağam ən qısa zamanda. Aktiv bir şəkildə insanları maarifləndirmək üçün və insanların data oxuma yazmasını ən pik səviyyəyə çıxartmaq üçün belə şeylərin lazımı olduğunu düşünürəm. Hətta vacibdir də deyə bilərəm. Təşəkkür edirəm. Həmçinin biz də bu videonun altına biznes səhər yeməyi üçün olan linki qeyd edəcəyik. Bu həm data, həm kiber təhlükəsizlik üçün qeyd olacaq. Qeydiyyatdan keçməyi unutmayın. Sizinlə görüşənədək. Hələlik.